Salam Azər bəy, xoş gördük sizi B planında. Azər bəy, siz Mərkəz Otellər qrupunu hansı ideya əsasında yaratdınız? Bu ideya sizin B planınız idi? Əvvəla xoş gördük. Təşəkkür edirəm dəvətə görə. Çox sağ olun. Sizə də yeni layihənizdə uğurlar diləyirəm. Əslində bu düşünülmüş bir B planı kimi idi Mərkəz Hotels Group. Çünki buna B planı da demək olar. Ya da çoxdanki çəkilmiş bir plan kimi A planı da demək olar. Amma ki, onu deyə bilərəm ki, bu səviyyədən də çıxmış bir B planıdır, yaxşı mənada. Ona görə də bəli, bunu B planı adlandırmaq olar. İlk biznes təcrübəniz nədən ibarət olub? Bu yolun əvvəlində qarşılaşdığınız əsas çətinliklər nələr idi? Belə deyə bilərəm ki, çox şaxəli bir bizneslərə doğru dilində desək kəllə vurmuşuq. Amma ki, daha ciddi ilk addım saydığım Mərkəz Hospitality Group olub. Bu da yenə də hospitality, yəni qonaqpərvərliyə aid bir sahə olduğuna görə, yəni turizmdə ciddi düşüncələrdən sonra düşündüm ki, hansısa biznes plana uyğun hərəkətlər etməliyəm və o biznes planı hardasa 3-6 ay ərzində çəkdikdən sonra başladım etap-etap həyata keçirməyə. Gənc sahibkar olaraq ilk illərdə hansı qərarınız həyatınızı dəyişdi? B planınıza necə sadiq qaldınız? Onu deyə bilərəm ki, əgər hansısa bir biznesdə başlanğıc edirsənsə, ilk öncə gərək yazdığın ideyaya inanasan. Çünki o ideya səni və inan, daha çox inan qabağa aparacaqdır və bu gənc vaxtlarımdan artıq fənli bir, mənim üçün bir, necə deyərlər, bir qayda idi ki, hansısa yazdığım ideya kimin üçünsə inanılmaz ola bilər, amma bu mümkün olan bir şeylərdir. Komandanızın formalaşma prosesi necə olub? Uğurun əsas açarı sizin üçün daha çox ideyadır, yoxsa düzgün komanda? Bilirsiniz, ideya mənim üçün ticarətdə ən bahalı bir produkt. Bugünkü gün mən elə fikirləşirəm ki, hər ikisinin öz rolu var. İdeya öz yerində. Birinci ideya yaranır. Sonra onu icra etmək üçün komanda toplanır. Yəni, ona görə də ilk öncə mən ideyaya inandım və ondan sonra o ideyanın içində olan komandaya da inandım. Gənc sahibkarlara və B planı axtarışında olanlara hansı 3 tövsiyəni verərdiniz? İlk öncə onu deyə bilərəm ki, B planı mütləqdir. Çünki bizə bunu pandemiya da öyrətdi. Hansısa bir işdən yapışmışdıqsa, məsələn, hansısa bir yönəmdən, misal üçün, sırf bizdə turizm idisə, məlum məsələdə hər yer qapalı, pandemiyada bu bizə sübut elədi. Amma çıxış yolları da oldu. Çünki turizmin tək turist tərəfi yoxdur, bunun MICE tərəfi də var, corporate tərəfi var, government var, yəni ona görə o layihələr davam etdirildi. Onu deyə bilərəm ki, B planı mütləq lazımdır cavanlara indidən. 3 tövsiyə deyilmişdi də. Birinci tövsiyəm odur ki, vaxt itirməsinlər, hansısa paralel bir başqa sahədə öyrənsinlər. İkinci dediyim odur ki, biraz dil biliklərini artırsınlar, çünki dil biliyi vacibdir. Xarici dil bir çox yerlərin açarıdır. İstənilən sahədə fərq eləmir. Üçüncü də, yəni qoyduqları məqsədə çatmaq üçün yazdıqları ideyaya inanmaqdır. Çox sağ olun Azər bəy. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Son sualımızı da sizə vermək istəyirik. Verişimiz haqqında təəssüratlarınız necə oldu? İlk öncə yeni addımlarınızda sizə uğurlar diləyirəm. Təəssüratlar gözəldir. İnanıram ki, tezliklə, çox tezliklə tanınacaqsınız. Artıq mən səhifəni izləyirəm və görürəm ki, maraqlı müsahibələr aparırsınız. Ona görə də çalışacağım öz tərəfimdən sizə də hansısa dəstəklərimizi göstərək. Gələn müsahibə bəlkə də otellərin birində oldu.